Mövzumuz Hektobox-dakı Change'lar bölümündəki pop restorandır. Həmin bu challenge-da restorandan bəhs edir və biz bunu necə həll edəcəyik? Start deyəcəyik maşına. İlk növbədə start dedikdən sonra bizim üçün bir IP təyin olunacaq ki, bu bizim serverin IP-sidir. Gördüyümüz kimi belə bir ekran açılır qarşımıza və biz bu veb-sayta baxan zaman login hazırda olmadığı üçün biz sistemə daxil ola bilməyəcəyik, amma register deyib qeyddən keçə bilərik. Qarşımıza belə bir səhifə açıldı və diqqət etsək index.php səhifəsinə atıbdı bizi. Burada qarşımıza çıxan 3 məhsuldur ki, pizza. Məsələn, pizzanın üzərinə klik edən zaman bizim sifarişə pizza əlavə edir və ya spagetti, yaxud da dondurma əlavə edə bilər. Və bundan istədiyiniz sayda əlavə edə bilirsiniz. Klik etdiksə bunlar artıq əlavə olur. Sistemdə hələ bir başqa bir şey yoxdur, görünmür. Mənim ağlıma gələn Bursuit ilə burada klik edən zaman məlumatları tutmaq olacaq. Mən bunu istəyərdim tapam. Və bundan əlavə sistemdə API varmı yoxsa yoxmu? Bunu incələmək istəyərdim. Onun üçün sağ düymə deyib inspect deyəcəm və browserdən sistemin API-sı var yoxsa yox buna baxacağam. Buna baxmamız üçün sadə bir yol biz demişdik, network şəbəkə bölməsinə baxa bilərsiniz. Səhifəni yenilədiyiniz anda sizin qarşınıza yüklənən datalar içərisində API məlumatı da gəlməlidir. Hazırda baxıram, seyirsiz, ancaq şəkil və sair bu kimi məlumatlar gəlir bizim qarşımıza. Hazırda API yoxdur. Mən hansısa bir məhsul üzərinə klik edəcəm. Klik edəndən sonra order səhifəsinə baxacağam. Order səhifəsi də hazırda var. Index, bəli, heç bir API yoxdur. Yaxşı, demək yolumuz Bursuit ilə bu səhifəni incələmə altına almaqdır. Bursuit ilə almaq üçün mən bu linki buradan kopyalayacağam. Mən burada Firefox browserini başlatdıqdan sonra həmin linkimi alacağam, kopyalayandan həmin linkimi kopyalayıb buraya yapışdırıb enter deyəcəm və browser yenidən açılacaq. Qeyddən keçdiyim məlumatlar, yəni admin 11, şifrəmiz admin 11 idi. Yazıb sistemə daxil oldum və mənim orderimdə görünən məhsulları yenində görmüş oldum. Və burada browserimin proxy bölməsinə gələcəm. Ayar bölümündən ən aşağı ensəz, siz də burada görmüş olasınız network setting ayarında. Mən bunu manuel proxy seçib 127 0.0.1 IP ünvanı, yəni özümə bağla və 80 və 80 portuna bunu ya da 8000 portuna bunu bağlamış qeyd edəcəm. OK dedikdən sonra 8000 portum yadımda saxladım və mən artıq burada proxy ayarıma, yəni buradan proxy settinginə bir baxaram. Aslında mən burada 80-80-i yəni gözləyirəm. O zaman mən bunu 80-80-i 8000 yazmış olacağam. Az öncə oraya yazdığım port məlumatı ilə eyni olmalıdır. Və eyni olduqdan sonra mən buradan artıq bunu çıxacağam və inspect deyəcəm və bunu açdıqdan sonra mən artıq həmin o bölümdə səhifəmi rahat formada yeniləyə bilərəm. Yenilədikdən sonra bura bəzi məlumatlar gəldi, məlumatları tutdum. Sağ düymə klik edib send to intruder deyəcəm və send to repeat deyəcəm, göndərəcəm. Intruder bölümünə baxandan sonra mən burada heç bir brute force atağı, yəni hücuma etmədiyim üçün mənə lazım olan repeat bölməsidir. Sorğunu sayıcı dəyişib, dəyişən zaman aldığımız cavab, yəni request-i göndərib aldığımız responsu incələyəcək. Və bunun üçün də qarşıma belə bir bölüm gəlir. Həmin bu bölümdə baxan zaman hazırda normal şəkildə sadəcə PHP session ID cookie olaraq bu gəlib. Digər heç bir məlumat da hazırda yoxdur. Yaxşı, o zaman mən yenidən bura qayıdacağam və bu səhifəni yeniləmək əvəzinə hansısa bir məhsula klik etməyi düşünürəm. Klik edən zaman, yəni əslində bu səhifədən yox, proxy açdığım səhifəni edəcəm. Hansısa bir məhsula
klik edəcəm. Məsələn, yenidən bir pizzanı orderimə əlavə etməyi düşünürəm. Edən zaman proxy bölümünə gələcəm. Həmin getmiş post istəyi ilə order gedən post istəyini yolda tutacağam və burada bəzi datalar görmüş olam. Yəni dəyişən bir şeylər olduğunu gördüm. Send to repeat-ə göndərdim yenidən. Göndərilən zaman burada data deyilən bir dəyişən içərisində şifrəli formada bir qiymət tapdım, bir data tapdım. Həmin bu datanı seçən zaman sağ hissədə diqqətlə etsəz, burada Base64 tiplə şifrələnmiş halıymış, şifrələnmiş idi. Base64 tiplə açdıq və bu şəkildə bir məlumat bizi qarşıladı. Və burada nə var? 05 pizza, 3 S5 pizza, yəni bu böyük ehtimal, yəni bu arxa planda proqramı yığan zaman artıq bu array datadır ki, burada pizzadan neçə ədəd və qiyməti neçədir, spagettidən neçə ədəd və qiyməti neçədir, bunu bizim üçün göstərir. Yaxşı, bu qiymət mənim üçün vacibdir. Mən bir şey düşündüm və belə bir şey qərar aldım ki, demək ki, bizim order sifariş edən zaman, yəni sifarişləri verən zaman həmin sifarişlər şifrəli formada data deyilən bir dəyişənə yığılır və o dəyişən şəklində də sistemə gedir. Yaxşı, bu hissəyə kimi başa düşdük. Mən bundan sonra baxardım burada Hectorbox-dakı olan download fayl deyib, yəni kodlarına, skriptimizin kodlarına baxmaq istəyirdim və zipin şifrəsi Hectorbox var da. Bunu yadda saxlayaq. Həmin bu zipi açan zaman mən bunu çıxardandan sonra və burada challenge-ın içərisinə daxil olan zaman qaynaq kodlarımı gördüm. Index var, login var, order var, register var. Biz ən son yadınızdadsa register olduq, login olduq. Heç bir problem tapmadıq. Index səhifəsinə baxdıq və order səhifəsini gördük. Bizə əslində bunlar lazımdır. Mən index səhifəsini açıb içərisinə baxmaq istəyirəm. İndeks səhifəsini açan zaman məni belə bir şey qarşılayır. Tam PHP ilə yığılıbdır. Və burada sizin vacibdir ki, PHP məlumatınız biraz olmalıdır. PHP məlumatınız olmasa, yoxsa bu kodları incələmək sizin üçün çox çətin olacaq. Onu da qeyd edim. PHP məlumatı olanlar baxan zaman yuxarıda modellər, helpers deyilən bir array-helpers.php faylı daxil olubdur. Digər fayllar da daxil olub və aşağıda aldığımız username-dir, session ID bilən məlumatlar gəlir və səhifədə CSS kodları var, HTML kodları var, kifayətdir. Və bizə backend hissəsi lazımdır. Backend hissəsi hansıdır burada? Static var, model var, helper deyilən qovluqlar var. Mən helperin içərisinə baxaram, array-helpers'ə baxarsam burada. Səhifələrin hamısı ümumi şəkildə bir incələyirsiniz. İncələyən zaman mən bunu bir hardasa 10-15 dəqiqə incələdim tam formada və incələyəndən sonra burada mən öz kiberkod.az saytımda blog bölməsində bunu qeyd etdim və yazılı formada siz də oxuyasınız. İlkin kəşfiyyat bölməsinə baxdıq və qeydiyyatdan keçdik. Loginimiz yox idi. Qeydiyyatdan keçəndən sonra order sifarişləri əlavə etdik. Sifarişləri əlavə etdikdən sonra isə Bursuit ilə biz şəbəkədə ortada gedib gələn dataları tutmağa çalışdıq və tutan zaman şifrəli formada bir data getdi. Şifrəni Base64 idi və bu Base64 şifrəsini açandan sonra belə bir mənzərə ilə qarşılaşdıq və burada kodlarına daxil olub PHP mənbə kodlarını analiz edən zaman bizim üçün pizzada destruct metodu size içərisinə vatı çağırır. Məsələn, bu kimi bölümlər mən buradan qeyd etdim. Şübhəli qarşıma çıxan bölümlər. Spagettidə məsələn get metodu istifadə olunubdur. Ice cream'də invoke metodu istifadə olubdur. Bunlar və sair. Array helper deyilən bölümdə current metodu call olunubdur. Yəni çağırılıbdır burada. Bunlara diqqət edin. Ondan başqa burada array helper bölməsinə current bölməsi çağırıldığını biz müşahidə etdik. Və bu siniflərlə birlikdə təhlükəli bir pop bölməsi, yəni property orient programming hissəsini gördük, şahid olduq. Və burada hücum zəncirinin qurulmasına baxsaq əgər, PHP-də sistem
deyilən bir funksiya çağıraraq əmri icra edə bilərik. Biz orada ls, dir, digər komandalar icra etsək əslində işləyib işləmədiyini görə biləcəyik və bunların hamısını icra etdiyimiz üçün burada bir zəiflik ortaya çıxır. Məsələn, array helper sinifində sistem çağırmaq. Məsələn, bu necə olacaq? Array helper sistem içərisində bu normalda bağlı olduğu üçün sadəcə daxilində ls komandasını işə salsaq, əgər bunu düşünsək ki, işə sala bilsək və burada bizim qarşımızda hazırda olduğumuz hissənin qovluq və failləri bizi qarşılamış olacaq. Və burada digər ice cream sinifindəki tətikləmələr bölməsinə baxa bilərsiniz. Digər spagettiyə və s. hamısını aydın formada burada yazmışam. Ən son finalda, yəni final şəkildə biz artıq məlum olmuşdur ki, həmin o bölümdə sistem içərisindəki faillər bayrağı isə əldə etmək üçün həmin o array helper bölməsində komandanı işə sala bilərik. Və mən də burada cat komandasını yaza bilməyəcəyimizi düşünə-düşünə mən burada belə bir şey etdim ki, mən bu şifrələnmiş data əslində gəlib bu arrayın içərisindən keçir. Və array formasında necə ki hazırlanırsa, bu formada hazırladım. Sadəcə daxilində helper arrayın içərisində, burada helper arrayın içərisində belə bir dir komandasını vurdum və vuran zaman sistem daxilində bunu işlətdiyi üçün əslində bayrağı burada çıxarda bilər deyə düşündüm. Mən bunu necə edəcəm? Bunu etməyim üçün əslində kopyalayıb bu hissəni bu hissəni tam şəkildə kopyalayıb Bursuit toolunda mən bunu əslində enkod etməyə çalışacağam. Yəni base64 tiplə əslində enkod etməyə çalışacağam. Mən bunu enkodu necə edəcəm burada? Yazacağam ki base64 deyə bir enkod etməyə çalışacağam. Və həmin bu kopyaladığım bölməni yapışdırıb, yəni bunun daxilində enkod edəcəm. Enkod edilmiş halı tam formada kopyalayıb, həmin bu Bursuit bölməsində köhnə olan bölməni tam formada silib, onu yeni enkod etdiyim forma ilə əvəz edəcəm. Əvəz edəndən sonra həmin bu qiyməti mən artıq send dediyim anda qarşı tərəfə nəyin çıxdığını görmüş olaq və daxildə index PHP, login PHP, order PHP, register PHP kimi digər bölümləri biz burada görmüş olduq. Və mən burada diqqət etsəz, həmin o dir komandası əvəzinə artıq cat deyib, yəni siz orada bayrağın adını onsuz da görə bilərsiniz. Cat deyib bayrağın adını txt formasını yazdıqda mən düşünürəm ki, bayrağın artıq txt failinin içərisində oxuyub mənə bayrağı tam formada vermiş olacaq. Və enkod dedikdən sonra mənə gələn enkodu alacağam və burada köhnə enkodu silib yeni enkodla əvəz edəcəm. Və bunu send dediyim anda mənə bayrağı tam formada çıxarıb vermiş olur. Və bu bayrağı siz buradan artıq kopyalayıb Hectorbox maşınına gedib həmin oradakı bayraq bölməsinə submit bayraq deyib bayrağı yapışdıra bilərsiniz. Çətinlik dərəcəsini buradan təyin edib submit flag deyə bilərsiniz.